İstəsə imtihana yönəldər. Allah istədiyi qəlbə, istəsə qəlbi hidayətə yönəldər, istəsə imtihana yönəldər. Bəzən biz deyirik, bəzən düşünürük ki, məsələn, niyə görə mənim bu işlər gəlir? Bəzən Allah qəlbi imtihan edir, bu işləri yaşayıram. Məsələn, çətinliklərə, qəlbi salır imtihanlara, bəzən imtihan edir. O nöqteyi nəzərdən Allah Müteal buyurur ki, mən qəlbi bəzən hidayət edərəm, mən bəzən imtihana yönəldərəm. İmtihanlar, bunlar hamısı təbii olan bir şeylərdir. Hidayət həmçinin elə. Yəni bunlar hamısı Allah Taala tərəfindən bir məsələlərdir ki, insan bu məsələyə gəlir. Ona görə də Həzrəti Peyğəmbər tez-tez dua edərdi. Baxın, Həzrəti Peyğəmbərin gözəl bir duası var. Mən bu duanı məsləhət görürəm. Hər birinizə bu duanı eləyin. Peyğəmbər bax bu duanı elədi. Hansı ki Allahın peyğəmbəri idi. Hansı ki Allah Müteal buyurur ki: "Və ma ərsalnaka rəhmətən lil aləmin." Biz səni aləmlərə rəhmət olaraq göndərmişik. O peyğəmbər ki xatəmun nəbidir. O peyğəmbər ki Əşrəfül ənbiyadır. O peyğəmbər dua edirdi ki: "Ya muqallibal qulub, ya muqallibal qulub, sabbit qalbi ala dinik." Peyğəmbər dua edirdi. Deyirdi ki: ey qəlbləri çevirən Allah, ey qəlblərin sahibi Allah, qəlbimi dinin üzərində sabit et. Qəlbimi öz dinində sabit et. Peyğəmbər hər dəfə bu duanı edirdi. İstəsə imtihana yönəldər. Allah istədiyi qəlbə, istəsə qəlbi hidayətə yönəldər, istəsə imtihana yönəldər. Bəzən biz deyirik, bəzən düşünürük ki, məsələn, niyə görə mənim başıma bu işlər gəldi? Niyə görə mən bu işləri yaşayıram? Əziz dostlar, Peyğəmbər dua edirdi. Deyirdi: "Ya muqallibal qulub, ey qəlbləri çevirən Allah, sabbit qalbi ala dinik." Qəlbimi daim öz dinimin üzərində saxla. İnsan bilmir qəlbi axırda nə olacaq. İnsan bilmir ki, axırda dünyadan hidayətlə gedəcək yoxsa yox. O peyğəmbər ki bu duanı eləyirdi, sən, mən kiməm ki bu duanı eləməyik? Hər birimiz eləməliyik. Heç birimiz bilmirik ki, aqibət və axirətimiz necə olacaq. Heç birimiz bilmirik ki, axırda aqibətimiz nə ilə nəticələnəcək. Aqibətimiz necə olacaq? Bunu bilmirik. Bu nöqteyi nəzərdən peyğəmbər bunu dua eləyirdisə, insan gərək bunu dua eləyə. Deyə ilah məni saxla. Çünki qəlb çevrilə bilər. Qəlb hidayətdən çönə bilər. Bəzi imanlar var ki, qayıq misalındadır. Bəzi imanlar bu cürdür, qayıq misalındadır. Görəsən dənizdə kiçik qayıqlar, kiçik bir dalğa baş verirsə qayıq aşar. Amma bəzi imanlar var ki, əziz dostlar, gəmi misalındadır. Böyük dalğaları tam gətirər. Bəzi imanlar da həmən böyük gəmi misalındadır. Tufanlar müqabilində, leysanlar müqabilində görərsən ki, tab gətirərlər.